son şans olaraq, son ümid olaraq o kəs ki, yardım üçün, kömək olunması üçün sənə müraciət edirsə, yəni son ümidi sən olan insansan. Yəni belə bir, belə deyim də, hadisə demək olar ki, hamımızın həyatında olub. Hansısa qardaşdır və yaxud bacıdır sənə müraciət edib, bilirsən ki, buna sən kömək eləsən, bunun problemi aradan qalxacaq. Əgər sən kömək eləməsən, heç kim buna kömək eləməyəcək. Belə insanları, yəni son ümidi sən olan insanları heç vaxt yardımsız qoyma, yardımsız, köməksiz buraxma. Bunun mükafatı nədir? Və bunun mükafatı odur ki, Allahın sənə göndərdiyi, yəni bu elədiyin əməl müqabilində Allahın sənə göndərdiyi mükafat, əvəz elə sənin etdiyin əməlin öz cinsindən olacaq. Necə yəni? Necə yəni? Zaman gələcək, sən də çətinliklərə düşəcəksən, sənin də son ümidin Allah olacaq. Onda sən bu əməlinlə Allaha təvəssül edə bilərsən. Ya Rabbi, mən insan olaraq son ümidi mənə müraciət edən insanı, sənin qulunu yardımsız buraxmadım. Köməksiz buraxmadım. Əgər mən insan olaraq bunu etdimsə, sən aləmlərin Rəbbisən. Sən də məni ümidsiz, çarəsiz buraxma. Yəni, əslində bu əməl özü insanın təvəssül eləməsi üçün, yəni, belə deyim də, çətin bir vəziyyətə düşməsi üçün çox gözəl bir şeydir. Sizə bir rəvayət danışım. Bir gün bir elə bir ki, dükançı, ona gətirirlər, elə bir ki, saxta pullar verirlər həmişə. Saxta pullar verirlər, o da götürür, pulun saxta olduğunu bilir, götürür, yığır bir kənara. Evdə yoldaşı soruşur ki, Akişə, sən bu saxta pulları nə edirsən ki? Bunlar bir işə yaramır. Deyir, səbr elə, deyir, zaman gələr lazım olar. Zaman gələr lazım olar. Zaman keçir, illər keçir, artıq kişi xəstə yatağına düşür, ölüm yatağında. Arvada deyir ki, arvada keç o saxta pulları gətir. Arvad da gətirir, saxta pulları qoyur kişinin qabağına. Kişi pullara baxır, əlin qaldırır, deyir ki, ya Rabbi, mən bu saxta pullarla mənə gələn qulları deyir, geri çevirmədim. İndi ehtiyacdan gəldilər, yəni geri çevirmədim də, onları pas eləmədim, pərt eləmədim. Mən də deyir, öz saxta əməllərimlə indi sənə hüzuruna gəlirəm, sən də məni öz rəhmətindən əskik eləmə. Yəni, bu rəvayəti niyə görə danışdım? Yəni, insan hər zaman çalışmalıdır, öz əməlinin, belə deyim də, növündən Allah Taalaya təvəssül eləsin.